Klub rəsmisi Əfran İsmayılovun mətbuata müəyyən açıqlamaları oldu. Bildirdi ki, Elgiz bəy hələ tam hazır deyil. Gedişatda biz gördük ki, kommunikasiya ilə bağlı müəyyən problemlər vardı. Bu cür açıqlamaları necə qarşıladınız? Ümumiyyətlə, Əfran İsmayılovla üz-üzə gəlmişsinizmi? Həmin o açıqlamalardan sonra. Üz-üzə gəlməmişik. Sadəcə olaraq Əfran İsmayılovdan sonra mənə də bir sport kanalı verilişə dəvət etmişdi. Mən orada da bildirdim ki, hər kəsin öz fikri var. Hər kəs məni bəyənmək məcburiyyətində deyil. Lakin bir şey də qeyd edim ki, orada da qeyd etdim, ümumi olaraq da yenə qeyd etmək istəyirəm ki, bir yerdə kommunikasiya ilə bağlı, rəhbərlik idarə etməklə bağlı problemlər varsa, demək ki, orada xaos var. Xaos olduğu yerdə də mümkün deyil ki, nəticələr olsun. Bugünkü gündə biz nəticə qazanmışıqsa, ilk turdan etibarən sonuncu tura qədər biz birinci pillədə qərarlaşmışıqsa, demək ki, bizim idarə etməmizdə də bir problem olmayıbdır və oyunumuzda da bir problem olmayıbdır.